Ərazi və əhali baxımından dünyanın ən kiçik ölkələrindən biri sayılan İsrail necə olur ki, dünyada bu qədər söz sahibidir? ABŞ-a hər istədiklərini elətdirə bilirlər. İsrailin hər istədiyi necə reallaşır? Sadəcə pul, yoxsa arxasında gizli bir güc var? 14 may 1948-ci ildə İsrail dövləti qurulur. Dövlət qurulandan bir neçə dəqiqə sonra ABŞ onu tanıyan ilk ölkə oldu. 17-ci əsrdə Avropada şiddətli bir irqçiliyə məruz qalan yəhudilər daha yaxşı yaşaya biləcəkləri Amerikaya köçməyə başlayırlar. Geniş Amerika qitəsində yeni qaynaqlar və fürsətlər yəhudilərə geniş qapılar açmışdı. Onlar ABŞ-da bankirlik, sələmçilik və zərgərliklə məşğul olmağa başlayırlar. Həmçinin neft sənayesinin də böyük bir hissəsini əllərində tuturdular. Bütün bunlar zaman ötdükcə həm ABŞ-dakı, həm də Avropada qalan yəhudiləri zənginləşdirməyə başlayır. Bundan başqa o dövrdə ABŞ-da bir çox universitetlərdə yəhudilərin dili öyrədilir və ən intellektual dil kimi qəbul olunurdu. İncili başa düşmək üçün öncə Tövratın oxunmalı olduğu deyilirdi. Ona görə də İbrani dili zadəganların dili hesab olunurdu. Beləliklə, Avropadakının əksinə Amerikada daha müstəqil və yaxşı həyat tərzi sürməyə başlayırlar. Bu günümüzdə də davam edir. Hazırda ABŞ-da 7 milyondan çox yəhudinin yaşadığı bilinir. Bu ABŞ əhalisinin 2%-ni belə təşkil etməsə də, dövlət bu insanların bütün istəklərini yerinə yetirir. Çünki ABŞ-da İsraili dəstəkləməyən bir siyasətçinin senator, qubernator və ya prezident olması çox çətindir. Bütün bunları etdirən AIPAC adlı İsrail lobbi qruplaşmasıdır. AIPAC-in açılışı Amerika-İsrail Xalqla İşlər İdarəsidir. AIPAC ABŞ-dakı ən güclü lobbidir. Lobbi nümayəndələri öz tələblərini irəli sürmək üçün siyasətçilərlə görüşə bilirlər. Bu ABŞ-da qanun hesab olunur. Anlaşa bildikləri namizədlərin seçki kampaniyalarına maddi dəstək göstərirlər. Məsələn, götürək Donald Trump'ı. Seçki kampaniyası üçün milyonlarla dollar xərcləməlidir. Bu da bəs etmir. Arxasında güclü mətbuat orqanları, televiziyalar, qəzetlər olmalıdır. Bu zaman AIPAC dövrəyə girir və deyir: İsrailin siyasətini dəstəkləmək qarşılığında həm maddi, həm də media dəstəyi verə bilərik. Trump əgər bu təklifi qəbul etməsə, onlar tərəfsiz qalmırlar. Qarşısındakı namizədi dəstəkləyirlər. Deyək ki, Trump təklifi qəbul etmir, ancaq buna rəğmən seçkidə qalib gəlir. Ancaq yəhudilər üçün dəyişən bir şey olmur. Çünki konqresdəki senatorların böyük bir hissəsi onların dəstəyi ilə oradadır və bu prezidentin əl qolunu bağlayır. Bundan başqa, AIPAC universitetlərdə tələbələr arasında da geniş təbliğat aparır və gələcəyin siyasətçilərinə indidən təsir etməyə başlayır. AIPAC təkcə ABŞ-da deyil, bütün dünyada yəhudiləri dəstəkləyir. Məsələn, böyük bir yəhudi iş adamısınız və İtaliyada turistik bir liman almaq istəyirsiniz. Ancaq onu sizə satmırlar. Bu zaman dünyadakı digər yəhudi turizm şirkətləri o limana turist göndərmirlər və limanın işi iflic edilir. Liman məcburən yəhudi iş adamına satılır. ABŞ-da 80 milyona yaxın evangelist xristian yaşayır. Evangelizm protestantlığın bir qolu hesab olunur. Onlar İsrailin yenidən qurulacağına və onların müqəddəs torpaqlara geri dönəcəklərinə inanırlar. İsrailin varlığı onlar üçün Allahın planının bir parçası hesab olunur. İsa Peyğəmbərin bir yəhudi olduğuna da inanırlar. Buna görə də İsrailin varlığı və təhlükəsizliyi onlar üçün böyük önəm kəsb edir. AIPAC-dən başqa evangeliklərin də gücü ABŞ-da İsrailə böyük dəstək verir. Amerikanın yəhudilərə dəstəyinin başqa bir səbəbi də Rusiya təhlükəsidir. 20-ci əsrin əvvəllərində yəhudiləri ingilislər himayə edirdi. Belə ki, 1-ci Dünya müharibəsində Siyonizmin böyük dəstəyini alan İngiltərə, Osmanlı parçalanandan sonra yəhudilərə Fələstin ərazisində böyük bir dövlət sözü vermişdilər. Bu, 1917-ci ildə İngiltərənin Xarici İşlər Nazirinin Lord Rothschild'ə yazdığı məktubda da öz əksini tapmışdır. 2-ci Dünya müharibəsindən sonra yəhudilərin himayəsi ABŞ-ın nəzarətinə keçir və artıq təhlükə SSR idi. ABŞ-ın yaxın şərqdəki neft yatırımlarını qoruyacaq güclü bir dövlətə ehtiyacı vardı. Bu dövlət İsraildən başqası ola bilməzdi. SSR ərəb ölkələrini və Fələstini dəstəkləyir, onlara hərbi yardım göstərirdi. Ancaq buna baxmayaraq İsrail ilə ərəb ölkələri arasındakı 6 günlük müharibəni İsrail qazanır və bu ABŞ-ın İsrailə olan inamını daha da artırır. 1973-cü ildə ABŞ İsrailə silah dəstəyi verdiyi üçün ərəb dövlətləri ABŞ-a neft ambargosu qoyur. Bu neft qiymətlərinin sürətlə artmasına və bir çox sahələrin iflasına səbəb olur. Bunun qarşısını almaq üçün ABŞ yenə də İsrailin maddi gücündən istifadə edir və bu günümüzdə də davam edir.